Bütün baxırsan TikTokda və digər sosial şəbəkələrdə deməli Azərbaycan xalqının hələ mən son günlərdə eşitdiyim nə qədər insanlara zərər çəkənlərdən nə qədər çıxıb gedəni var. İnsanların həqiqətən də bir qismi gücü yetən, bacaran Azərbaycanın qaçıq canını qurtarır. Deməli bir qismində deyildiyi kimi dəlxanaya salmalılar ki, da bu insan Azərbaycan xalqı yoxa çıxdı. Nəinki biz tərtərə ədalət istəyə tərtərə ədalət gəlmək əvəzinə getdikcə daha artıq zulm eləyirlər. Bayaqdan bizə qeyri-adi görünürdü. Xanlar Vəliyevin vəzifəyə verilməsi, Teymur Məmmədovun, mən həmişə deyirdim, Türk qardaşlarımız, Türkiyə prezidentinin qarşısından salam verib bir qatilin, bir acımasız qatilin bir faciə törətmişlər keçirsə, deyirdim da bunlara nə deyəsən? Amma hər gün, bir gün Ay Uşaqbulu adı altında bu deputatxanaya yığılan o 124-125 deputat maraqlıdır. Bunlar sabahları bu xalqın qarşısına nə deyib çıxacaq? Onların hərəsi güya ki bir rayonun deputatıdır güya ki. Şəxsən mən Tərtərdə deputat kim olduğunu tanımıram. Hansısa rayonda kimsə bilən varmı deputat kimdir? Bəs bunlar bu xalqa, millət vəkili adı altında bu xalqa xidmət etmirlərmi? Bu dövlətin prezidenti bu xalqa xidmət etmirmi? Maraqlı bir işə düşmüşük. Prezident, baş prokuror deyirsən ki, mən şəxsən özüm demişəm. Kamran Əliyev mənim səninlə bizi çağırmışdı. İnsanlar qoyun lap yeri yataqlı deyim, bilməyənlər bilmək üçün. Biz qəbula getmişdik istintaq qaçılanda qatillərin tutulmasını tələb edirdik. Bir çox hardasa bəlkə də 20-dən 20-30 arası zərər çəkənlər vardı, valideynlər vardı yanımızda. Kamran Əliyev gələndə elə gəldi ki, bizə sanki o qətliamı, o faciəni biz törətmişik. Mən ona deyəndə ki, qatilləri niyə tutmursunuz? Qatilləri tutun deyəndə bir baskı yapmaq kimi sən mənimlə elə danışa bilməzsən deyəndə dedim ki, mənim səni tanımıram, nə də şəxsi ədavətim yoxdur. Siz bu dövlətin baş prokurorusunuz, vəzifənizi icra eləyin. O baş prokuror olaraq ayrıca dedim ki, durun, istədi ki, başqa o məhkəmədə olduqları kimi hakimlər aranı qarışdıran kimi aranı qarışdırsın. Ancaq mən dayanmadım. Dedim, niyə bu qədər ölümlərin qabağında qəsdən adam öldürmək 120-ci maddə verilməyibdir? Niyə bu xainlara, bu faciəni törətmişə 274-cü maddəni vətən xaini qoyulmuyubdur? Niyə bu qatillər tutulmuyubdur? Bir anlığa dedim, dur, danışma. Bir anlığa, 5 dəqiqə özün qoy mənim yerimə. Ondan sonra cavab ver. Bir anlığa öz balası yəqin gözünün qabağına gəldi. İnsandır, hər kəs insandır. Bəyəkçə elə bir o cəllat getdi, yerinə insan gəldi. Nə fərqi var Valda xanım deyir, nə fərqi var? 120-ci maddə deyil, 123 falan nöqtələr. Əgər fərqi yoxdursa, bir baş prokurora bir ana deyir bu sözləri. Niyə 120-ci maddəni qoymamısan? Əgər fərqi yoxdursa, baxın, indi deyəndə bu dediyim Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyevdən danışıram. Bəs Kamran Əliyev, Azərbaycan Respublikasının baş prokuroru prezidentə belə cinayət işi açmağı bilməlidir. Bundan yuxarı prokurorluq yoxdur axı. Bundan yuxarıda qanunlarımıza baxacaq insan yoxdur axı. Mənim keçdiyim həyat yolu və ya sonradan bu zərər çəkənlərin keçdiyi bu məhkəmələrlə, prokurorluqla, polislərlə, hakimlər olsun, vəkillər olsun, bu proseslərdə gördüklərimizin nəticəsinə gəldi ki, bu ölkə Azərbaycan adlı bəzən qıraqdan baxıb deyirlər ki, cənnət məkan dövlətimiz var, cənnət məkan Azərbaycan. Cəhənnəmdən də betər ediblər. Bir yerdə ki, ədalət yoxdur, qanun yoxdur. Orada heç bir... Bəli, Elçin Qara, 10 may sağ olsun Qurban bəy, Mərəstun bəy buradan da salamlayıram. Ən azından 10 may Tərtər faciəsində zulmla qətlə yetirilmiş, acımasızcasına şəhid edilmiş balalarımızın anım günüdür. Yenə sağ olsunlar. Nə yaxşı ki bunlar var, nə yaxşı ki sizlər varsınız. Nə yaxşı ki haqqın yanında olan xalqımızın oğlanları, qızları var. Yəqin Ofeliya bacı gəlibdir. Mən bir müsafir.
Aleyhisselam. Qəbul edin. Əli bəy, Əli Həsənov. Salam aleyküm Validə xanım. Validə xanım, mən həmişə sizi verilişə baxıram. Vallahi siz hamısını ürək yanısı ilə deyirsiniz. Elə bizim də ürəyimiz yanır. Amma indiki vəziyyətdə yaxşı da, indiki vəziyyətdə bu problemlərin hamısını həll eləmək üçün problemlər bilirsiniz nəyə görə var? Nə çəri iqtidar varsa, elə də müxalifət var. Müxalifətin iqtidarı belə olur. Bu müxalifət çox günahkardır bu hadisələrdə. Nəyə görə? Heç vaxt birləşmirlər. Heç vaxt bir yerdə olmurlar. Heç vaxt da iqtidara təsir edə bilmirlər ki, dövlət idarəçiliyi